Yeni adi günlərdən biridir. Bugün McDonald's-da iş həmişə var deyəcəyik. İnsan resursları üzrə baş direktor Anar bəylə görüşürəm. 11 il əvvəl də bura gəlmişdim. Görək 11 il ərzində nə dəyişib, nə baş verib. McDonald's-un kadr arxası məqamları hamısı iş həmişə varda. Bəli, ad günümə təsadüf etmişdi. Mənə sürpriz etdilər və biz işə başladıq. Paltarımı dəyişdik. Yaraşıb ha paltara. Burada gördüyünüz kimi quru məhsullar saxlanılır, qablar, qacaqlar saxlanılır. Digər hissədə isə lazımı ərzaq məhsulları saxlanılır. Burada kahıdır, süddür, pomidordur, xiyardır, hər şey burada saxlanılır. Digər hissədə isə dostlar bulkalar saxlanılır, dondurucu hissədir və ət saxlanılır. Hər şey burada, bütün restoranlarda proses belədir və kiçik kola zavodu da var və kolanı anında istehsal edirlər. Ona görə çox dadlı olur buranın kolası. Əlimizi yuyuruq, dezinfeksiya olunuruq, əlcəyimizi giyinirik və keçirik istehsala. Bütün işçilərlə görüşürəm, salamlaşıram. İndi biz burger necə hazırlanır? Heç kim bunu görməyib, heç kim bura gəlməyib, amma siz gələ bilərsiniz. McDonald's.az saytına daxil olub siz də ekskursiya eləyə bilərsiniz. Bax mənim kimi. Gördüyünüz kimi bulkalar burada qızdırılır və proses sürətlə baş verir. Biz həmişə sifariş veririk, tez baş verir. Burada dayanmadan əl görünmür. Görürsünüz, hər işçi öz peşəkarlığını göstərir və mən baxıram, işi öyrənməyə çalışıram və indi hər şeyi özüm eləyəcəm. Başlayıram kotleti hazırlamaqdan. Gördüyünüz kimi düzülüş də normal olmalıdır. Necə var, o formada düzülməlidir. Saniyələr içində bişir, hər şey çox sürətli baş verir. Soğanı da əlavə edirik, duzu da əlavə edirik və müxtəlif sosları əlavə edirik. Bu formada kahını, icebergi qoyuruq, pendiri qoyuruq və sonra isə əti buradan isti-isti götürürük. O ət orada 10 dəqiqə qalır. 10 dəqiqədən sonra atılır çölə. Hər şey təmiz, hər şey səliqəli, hər şey gördüyünüz kimidir və yeyirəm burgeri və deyirik, bəs görəsən bu burgerin əti nədəndir? Gördüyünüz kimi bu inəklərdəndir. 11 il əvvəl Ukraynadan gəlirdi, getmiş, göstərmişdik sizə. İndi isə yerlidir, asproteinin ətidir və halaldır, yerli kəsimdir. Gördüyünüz kimi heyvanlar bu formada doğrayırlar. Məncə heç bir qaranlıq məqam qalmadı. Hər şey gözlərinizlə gördünüz. Ətlər bu formada doğranılır, sonra ət maşınından kesirilir, xüsusi cihazlara əlavə olunur və xırdalanır və kotlet formasına gətirilir. Bu asproteinin zavodunda xüsusi bir hissə McDonald's-a aiddir və McDonald's-un standartlarına uyğun istehsal olunur bu kotletlər və gördüyünüz kimi müxtəlif qablara qoyulur və bütün laborator analizlərdən keçirilir və hamısı növbə ilə bütün McDonald's mağazalarına çatdırılır və yenidən qaydırıq restorana. Restoranda gördüyünüz kartofilini pişiririk. Bütün prosesi artıq yuxarıdan düşdük aşağı mərtəbədəyik və hazırladığımız burgerləri müştərilərimizə təqdim edirik. McDonald's-da iş həmişəvarın daha geniş versiyasını 31 may 18:00-da ATV-də izləyəcəksiniz. İndi isə qısa versiyanı izlədiniz. Sağ olun, salamat qalın.